Gəl. Oo, ay Təyyar, xoş gördük səni, xoş gördük ay Təyyar. Nə tərsən? Qasım kişi, xoş gəlmisən. Sağ ol, çox sağ ol. Bura hara, sən hara? Elə bayaq orada deyirəm, o sizin işləyəcəyəm, o mənim qohumumdur, deyir, sənə zəng vurdu, dedi yəqi. Bildirdi, amma bilmədim. Qasım kişi deyirəm abi, Qasım kişi, bizim Qasım kişi. Xoş gəlmisən ha, Qasım kişi. Sağ ol, çox sağ ol. Keyfin əhvalın. Yaxşıyam, yaxşıyam. Kətdəyəm də. Kətdə nə var, əkin biçim var? Hər şey qaydasındadır, hər şey yaxşıdır. Kətdir də, hələ gördüyün kətdir də, həmişək kimi. Qulaq as, sən uşaq olanda yadındadır, sənə təyyarə deyirdim, əsəbləşirdin. Təyyarə. İndi böyüdün maşallah. Mənə bax, Təyyar, sən də nə işin düşün? Boy, nə iş? De görüm. Bir ağır yükün altına girmişəm Təyyar. İstəyirəm sən orada mənə bir köməklik göstərəsən. Demək Qasım kişi çətinə düşür. Bəli. Elə ağır işlər bizim işidir. Ay sağ ol. Məndə elə bil ki, bu həm məsuliyyətli işdir bu. Aha. Həm də biraz belə elçilikdir də. Elçilik. Hə. Orada biz nə edə bilərik ki? Orada nə edə bilər? Heç də bir dənə şifaner qurmaq lazımdır evin ortasında. Elçilikdə nə eləmiyorlar? Məsləhət almağa gəlmişəm səndən də. Sözün kətçi vardır, Rüstəm kişi. Rüstəm kişi. Rüstəm kişi. Hə. Dədün tanıyar. Elə bir ki, bizim qonşumuz onun nəvəsinə elçi getmək istəyir. İndi məni də aparırlar orada bir ağsaqqal kimi də. İndi mən də gəldim səndən məsləhət alıb. Ümumiyyətlə o qapıya gedim, gəlmək olar. Onlardan qız alıb qız vermək olar, yoxsa yox. Ay Qasım kişi, sən özün bilirsən ki, mən 30 ildə o kətdən çıxmışam. 30 ildə cəmi ora bir 3 dəfə gedərəm, getmərəm. Mən onları tanıyanda babası da, atası da yaxşı kişi idi. Özün bilirsən ki, insan bugün belə olur, sabah belə olur. Orası elədir, orası düzdür. Mən indi nə deyim? Çox ağır bir şeydir. Düz deyirsən oğul. Südü təmiz adam, südü halal olan adam həmişə təmiz adam olacaq. Onu illər də dəyişə bilməz. Var dövlət də onu dəyişə bilməz. Amma qanı xarab olan adam, istəyirsən dünyanı get apar ziyarət elətdir, yenə gələcək olacaq xarab adam. Ay Qasım kişi, sən düz deməyinə düz deyirsən. Amma buna mən fikir bildirə bilmərəm. Pis olanda söylən mən olacam. Yaxşı olanda biri deməyəcək, Allah bunun atasına rəhmət eləsin. Düz. Ona görə sən yenə də öş-piş gör, nə edirsən? Heç nə. Düzdür, sən düz deyirsən, amma mən də burada qərar vermişəm də. Demişəm ki, gedərik. İndi nə bilim, oldu, onda mən gedim. Mən onu bilsən nə edə bilərəm? Onun mebelləri mən verə bilərəm. Oğlanın? Qızım. Hə də qızındır.